Olay qızlar. Hazırdır, все, hazır. Əla. Ocağı da qaladıq. Hə, indi gətirirəm bura. Soğan zadı qovurum, deyə onu hazırlayım. Qızlar, mən buraya əlavə elədim 6 kilo soğan. 6 kilo soğana 3 litr duru yağ əlavə edirəm. Bismillahirrahmanirrahim. Qəşəng qovuracam bunu. Soğan qəşəng qovrulmalıdır ki, onun iyi, o ətli qəşəng çıxsın, o qovrulma ətli çıxsın. Mən çiğ olanda leçoda soğan yemirəm. Yağı qatandan sonra qəşəng belə qovuracam. Bismillah. Hə, yağla biraz qovrulandan sonra qızlar mən şəkər tozu ilə duzunu vururam ki, oy. Soğan qəşəng ölüşkəsin. Şimdi köftə gəlib. Belə. Ayda küləyə qalxdım. Soğan tam biraz yumuşalsın deyə biraz şəkər tozu əlavə edirəm. Bir çömçə də duz əlavə edirəm. Soğan ucu qovrulub. İndi kökü tökəcəyik. Görürsünüz, soğan qəşəng qovrulubdur da. Bundan o tərəfə ehtiyac yoxdur. Kökü tök zəhmət olmasa. Tök, bismillah. Qramların hamısını mən sizə deyəcəm. Nə qədər qatdım. Bismillah. Köklə indi soğan da bir yerdə qovrulsun qəşəng. Gəl qov. Qarışdır. Qoyuruq indi kökdə qəşəng yumuşalsın. Kökə baxırıq, əgər yumuşalıbsa, mən istədiyim kimi yumuşalıb. Onda əlavə edirik pomidoru. Pesok tökürük, şəkər tozu. Tök. Ay sal. Tök, biraz da tök. Tök. Ay sal, bəsdir. Qarışdırırıq və pomidorunu əlavə edəcəyik. Bax, bu səs gəlməlidir. Bax, eşitirsiniz qızlar. Bax, bu səs olmasa bilin ki, dadsız olacaq. İndi pomidorunu əlavə edirik. Bismillahirrahmanirrahim. Pomidoru çalışın, çox su olmasın qızlar. Onda hatta pomidorun suyunu getməyini gözləyəcəksiniz. Pomidorun mütləq qabığı, yəni deyirəm, qabığı soyulmalıdır ki, gəl, götür qarışdıracam. Pomidorun mütləq qabığı soyulmalıdır ki, yeyəndə o qabıq narahatçılıq yaratmasın. Gür xodda pomidorun suyunun getməyini gözləyirik. Gördünüz ki, yağı üzərinə çıxıb, uca biberləri əlavə edəcəyik. Pomidor görün, öz sokunu gördünüz ki, buraxıb, belə görürsünüz, öz şirəsi doğru. Suyu gedibdir, qızlar, ancaq qalıbdır yağ. Hə, tök. İndi biberləri əlavə edirik. Tök biberləri. Yaşıl və qırmızı biberi. Bismillah. Oradan dəfnə yarpağı gətirir 6 dənə. İndi. Belə. Qovururuq. Sonra da qapağını bağlayacağıq. Pişsin. Biberi əlavə edəndən sonra dəfnə yarpağı vururam üstünə. Və haradasa bir 40 dəqiqə qaynayacaq qapağı bağla. At hərəsin bir yerə. Dəfnə yarpağı vurmaya da bilərsiniz, amma çox qəşəng ətri olur. Qapağını bağla, pişsin. Get qapağını bağla. Qarışdırdım. Biberlər də ucu gördünüz ki, yumuşalıb. Qara qənəvər süt əlavə edirəm. Bismillah. Sütləri qəşəng qarışdırıram. Görürsünüz, yağı üzünə çıxır. Tam çıxmalıdır. Tam çıxmalıdır. Gördünüz ki, biber tam yumuşalıb, ondan sonra hazır olacaq inşallah. Və ucu demək. Və artıq qızlar, görürsünüz, yağı tam çıxıbdır üzə. Gəlin, belə göstərim sizə, baxın. Bu deməkdir ki, artıq leço hazırdır. Baxın, su yoxdur, yalnız yağıdır. Əla, bu bilirsiniz necə olur, marmalat kimi olur. Super də, şirəli qəşəng belə. Marmalat kimi də, yəni super olur belə olanda. Subhanallah, ucu da все. Все. Görürsünüz? Ucu bütün yağı üzə gəlir. Görürsünüz? Все, hazır etdi o. Hazırdır qızlar. Kim yiyəcək, şirin ağızla yiyin, danışa, gülə pişirmişik. Belə can sağlığı ilə məclislərdə açılsın, ən gözəl məclislərdə, nişan süfrələrində, ad günlərdə, xeyir işlərdə açın yiyin qızlar. Sizi çox sevirəm. Mamacanı, əslində bunu qazda pişirəcəkdim. Sonra dedim, yox. Keçən il də burada eləmişdim. Dedim, yox, bu il yiyənlərə bu haqsızlıq olar. Əla. Qızlar, xeyirli bərəkətli olsun. Hazırlandı. Maşallah olsun. Kimlər yenə də deyirəm, yiyəcək, kimlər alacaqsa, nuşucanlıqla yesinlər inşallah.